Əslində, həqiqətən heç mən də səni tanımırdım. Bu sosial şey, bu TikTokda sən çıxdın qarşıma, tanıdım ki, sənin kimi bir psixologiyası yerində olmayan psixoloq var imiş. Sən də əslində sən Hacı Şahinə dil uzatmaqla tanınmaq istədin. Buna da nail oldun, amma necə tanındın sual ortalığa çıxır. Sən necə tanındın? Bir özünə sual verirsən, sən necə tanındın? Sən yəni bu boyda kütləyə sən özünü necə təqdim elədin? Heç o sualı özünə vermisən? İndi qayıdıb deyirsən ki, mənim üçün maraqlı deyil. Mənim üçün mənim öz fikirlərim maraqlıdır. Bu ola bilər. Sənin öz fikirlərin sənin üçün maraqlı ola bilər. Amma sən və sənin kimlər ümumiyyətlə bizim üçün maraqlı deyil. İndi yenə qayıdıb deyərsən ki, əgər maraqlı deyiləmsə, niyə mənim haqqımda videolar çəkirsiniz? Niyə mənim haqqımda fikirlər söylüyorsunuz? Biz sadəcə olaraq sənə görə yox, sənin öz işin haqqında, öz peşən haqqında hansısa bir paylaşımın olsaydı, biz sənə fikir bildirsəydik, gəlib sənin adını tutsaydıq, deyərdin ki, hə, mən maraqlı olmuşam sənin üçün, sən gəlib mənim peşəm haqqında, mənim fikirlərim haqqında gəlmişsən, fikir söyləmişsən. Amma burada deyə bilməzsən, çünki burada sənə yazanlar, sənin haqqında video çəkənlər, rəhmətli, Allah onu qəni-qəni rəhmət eləsin, Hacı Şahinə görə olub. Bunu hamı bilir. Yəni sən tanındın, amma pis tərəfdən tanındın. Yaxşı tərəfdən tanınmadın. Səni hamı kim olduğunu, elə bir ki, sən Hacı Şahin haqqında, Hacı Şahinə dil uzatmağınla şəfəqdir. Hə. Gəlib de, əl çəkmir, 100% sən ya ruhundur, ya özünsən. Gör nə deyirəm. Yəni sən ancaq o cür nə tanındın da bu platformada. Səni bundan sonra tanıyanlar ay çıx get oyuna. Ay Allah, imkan verməz bir dənə video çəkək, özüm ölüm.